Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Son zamanlar efirlərə gələn qadağalar, bəzi verilişlərin bağlanmağı bir tərəfdən xoşuma gəldi, bir tərəfdən də məni üzdü. Xoşuma gəldi ki, səsi sənəti olmayan insanları efirlərə dəvət edib, onlar bir-birinə qırdırıb, musiqiçiləri, yaxşı oxuyanların da adına xələl gətirirdilər ki, insanların artıq müğənnilərə qarşı aqressiyası oyanmışdı. Hamısını, hər kəsi eyni gözlə görürdülər. Amma ki, bizim həqiqətən də yaxşı musiqiçilərimiz, yaxşı müğənnilərimiz var. Çünki Azərbaycan musiqisi dünyanın ən zəngin musiqisidir. Azərbaycan musiqisi belə gedə bilməzdi. Yaxşı edirsiniz, bəli, başa düşürəm, ödənişlidir verilişlər. Amma ən azından bir oxuyanı yoxlayıb, bir səsi varmı, musiqidən anlayışı varmı? Elə efirə buraxmaq lazımdır da. Hər yoldan ötəni elə efirə çıxartmaq olmaz ki. Üzülməyimin də səbəbi Elgiz Əkbərin verilişinin bağlanmağıdır. O insan tam təmənnasız olaraq məni və anamı TikTok platformasında görüb, bəyənib, efirinə dəvət edibdir və insanların görüb ki, bizə qarşı marağı var. Və xalqa göstərib ki, belə bir oxuyanlar var, sənətinin peşəkarı olan insanlar var. Mənim anam 40 ilin müəlliməsi idi, bütün dövlət tədbirlərində, konsertlərində iştirak edibdi. Heç vaxt heç bir efirə dəvət almamışdı. Və Elgiz Əkbərin bunu eləməyi bizim üçün, bizi o qədər xoşbəxt elədi ki, Allah ondan razı olsun. Ki, bizim səsimizə, sənətimizə dəyər verib və dəfələrlə bizi öz verilişinə təmənnasız dəvət edibdi. Biz onun sayəsində daha çox tanındıq, daha çox sevildik və xalq bildi ki, həqiqətən də səsi sənəti olan insanlar çoxdur. Bizim kimi səsi sənəti olan bir çox müğənniləri də dəvət edib efirinə. Heç vaxt görməmişəm ki, səsi sənəti olmayan insanı Elgiz bəy tərifləsin. O heç vaxt cibini düşünməyibdi. Çalışıb yaxşılıq eləsin. Çox xəstələrə kömək eləyibdi, əl açsızlara kömək eləyibdi. Allah ondan razı olsun. İndi düz verilişində dava şavada olurdu. Gərək ona qadağa gələrdi və mən Elgiz Əkbəri başqa platformada daha gözəl verilişdə görmək istəyirəm.